Gel bura. Benim 12 manat. Ay, sen soyana. Bizim gel bura. Zarafat eləmine çəkir neçə min bakır. Ay qız orada çəkir millət baxın, üçün yalan danışım mən. Zoratda bir dəqiqə dolu tutma malaqçığı. Xəstə mal yayılıb zorat. 30, 40, dünən 40 vermişim. Ki bu bir qayıtda azdır. Birini də işləyir. Ay, içkili. İçkiliydim, içkili momentdə başa düşdünüz o baş çöndü. Bunlar qətlə atdılar üstəla. Özümü saxlaya bilmədim, daha açığı. Doludu sonra, çım qayır doludu. Hardan gətirirlər, hardan satırlar adam bilir. Bir daha bu 2 gün üstündə düşdüm. Görmədim, Təkərə. sənə dedi ki, əgər sən gəl başını ki. Səndən, sözündən, gedəndən tartarsan. Sen 45 gün orada sırıvı işleyeceksin, kalacaksan orada. Sonra 3 gün evdə, 3 gün işdə. Yox, hələ istəmirəm. Hə. İndi qalmırsan narkomanlıq elə, mənə zülüm elə. Narkoman kim ölmezse. Ay eləmə də ged o. Ay da mən çaylara salma, ay da mən nə qədər yazım yığım gətirim. Sən mənim qastımda durursan. Sponsorlar: Azad Həyat Reabilitasiya Mərkəzi, Azad Yaşayış Özəl Psixiatrik Tibb Mərkəzi. Kayıfdasan ha? Ay yox, ay kişinə kay. Ya tez elə. Sen kayıfdasan. Problem yox bizə. Dəqiq. Gəlir də, adi inanmır, hələ bir Allah duran. Sırfda değilsən? Ay yox, ay kişinə. De Allah sırf haqqı. ha. Anar test gətirmisən? Mənim başıma dönmə, atam. Səni telefonda Nətərsən? gördüm, ay can. Allah köməkli olsun. Allah razı olsun sizə. Allah can sağ versin. Nətərsən? Gel. Sen televizyoda görürüm tezsiz. Kapatma ki. Kalkma benim kesin. Gelin kızım gelin. Sən nəysən? Kalkın, gelin. Sinir yoldaşı. Adın nədir? Nasıl yollaşım? Və niyə bezdirmisən cəmaatı yenə gülü? Kim bezdim? Sən milləti nətər kimi bezdirmisən? Şalvarına zadına bax bunun o. Bezenin de. Yox, niyə bezdirmisən? Ha, arvadı. Arvadan bezdim. Gel canım, gel otur. Gel otur, gel otur. Sırıfdasan yoxsa yox? Kişi qızı kimi düzündür. Eləmişəm bir dəfə. Orada qızla getmişəm sırıfa. Nətər qızdan? O bir tane kız var ona gittim sırıfa. O da bir sene de gitti sırıfa. Hele bir de oturdum. İçki içtim ona. Ha, İçki ilə? Ha. Üstündən nə? Ona. Üstündən de bir ki senden ne gizli. Ha, Üstündən de bir ki Evet. yarım gram 2 nəfər mal vurdu. vurduz, nə? Kokosla patladı. Bir dəfə elə. Bir dəfə şu. Bu da vurur. Aa yok ama. Ama çok yerim Və hardan bilir kakos vurublar, nə vurur? Yok bir Bu ben sev yoldaşım oldu. Ha, sonra niyə elədiniz? Ben seni. Hiç ne bir dəfə gittim ona oturduk içtik. Ben oturdurduğum kız daha çıkına gizler. Ha. Bu merdim işte sen ve bu merdi sen kıza paradın sırfa inanmırdın. Doğru. Ha, bu merdi sana paracıktı sırfa. Gördüm. İşte oturduk onunla öyle yedi içtik. Birinci içmək istəmədim. Qayıtdım ki, mənim içkiyə qranit can var da. Həm də olmaz. Qayıtdı içki ilə nə olacaq? Otduq içdik. İçəndə başladı başım danışmağa. Anne nə gəldim dedim ki, mənə 30 manat pul ver ki, nə? Mesela pensiya almışlar. Adam dedim, mən sən bu vaxta kimi pul istəməmişəm. Yəni 30 manat ver mənə, deyirəm telefonumu düzəltdirməyin. Aldım 30 manat, getdim qızın yanına. O anası bura gələn qızım. İşte öyle onunla oturduk. Daha bir dəfə nə heç olmayacaq günlər. Sən də baktın ha, koltuq altı. Koltuq altı. Yarım qram attıq, 0,3 dəfə attı. Yaxşı görmürsən. Məsələn sonra. Ay, gəldim evə çörək yedim, küstüm. Qaytardım, ürəyim başladı sığılmağa. Dedim, ama ürəyim sığılır mən. Qayıtdı nəsə eləmirsən? Dedim, yox. Eləməmişəm. Amma eləməmişəm. Axşam qız mənə zəng etdi ki, dur gəl bizə. Getdim bunlara, 1 qram almışdım. Hələ onunla abratını vurduq, tutdum gəldim evə. Gəldim gördüm, özüm pis eləyirəm. Nəsə üçün yemək yeyə bilmirəm, qaytarım. O yanı bu yanı, yəni qollama vurmamışam. Sadəcə bir dənə qoltuq altına yarım. Koltuq altına niyə vurdun ki? Qoltuq altına vurdum ki, qolumda bilinməsin. Evə gəlirəm, evdə qollama açıraq, baxıraq qarma. Yarım qramdan getdim sırada. Ölə bilərdi yarım qram.
Ha? Perdoz gelir. Periyodoz gedib ölə bilər. Canım qıramamsın vurdu. Yox, heç mən vurmadım. 6 ay yaxında heç eləmir. Orqanizm təmiz. 2 nəfərə vurdular. Dostlar yəni gəlmədi də, dedim gəl mərkəzə. İçkidən nə? Dedim gəl mərkəzə. Ben niyə getmək istəmirdin ha? İş tapacam deyə, anama baxacam. Saxta mənəviyyatı oyanmışdı. Dedi ki, anama baxacam, işləyəcəm. Nə qədər dedim sənə gəl. Dedim maaş almırsan, hətta bir sən nə dedin? Dedim nə qədər verəcəklər sənə? 20 manat dedim 30 manat. Danışmışdım. Dedim ay gəl mən sənə verirəm də o pulu. Gəl amma yanımızda ol. Nə qədər yalvardı, söhbət, yəni danışdıq. Yəni gizlətmədim də, amma etdim ki, yığıram anarı. Anara deyirəm Gözə ki, ana. bilmədi açıq ana. Dedim ki, anam müəllimə deyirəm ki, mən sırfa getmişəm. Nasıl gizlədim? Neçə gündür çöldə bayırdasan? Deyim də. Bir ay var. Yox. Azdır. Bir 15 gün olar. 10-15 gün. Sən 15 Allah, gün olar. deyirəm 15-20 gündə bunun jargonları da dirçəlib, hə? Evet də star qaldı. Star Paviden. Mən sırfa bir dəfə getmişəm, nə qoyacaq? Ay yaxşı görək. Allah'ın içmə. Quranam dost, ya ki çox vurmamışam. Test eləyəcək sayt çıxacaq, heç Ha, nə. çıxsın da. yəni Vallahi test içmə yalandan. Mən bilsən ki, Gündə mən- sən soxa-soxdasan, görüblər, deyirlər bizə. Yox, yəni ki, baxsın da, yəni ki, bir dəfə Burada eləmiş. biləcək. Ha, test eləyək. Bir dənə get qızdan, Təkrar ver mənə. stəkan ver. O part təmizkən. Səndən söz gizlətmir atan. Dedin nə var? Ha, bu hər gün soxa-soxdadır bu. Yox. Qoşulub qızlara, avara-avara qızlara bu. 130 manatdan borc eləmişəm. 5 gündür pul verirəm, gedir vuran gəlir, vuran gəlir. 5 gün. Hə. Anca mala verir ha. Hə. 30, 40, dünən 40 vermişəm. Bezdir. Biz boşuna Mən də demişəm anar müəllimə deyəcəm ki, aparsın səni. Hə. 3 gün işlə, 3 gün də öylə. Qorxursan ha səndən. ikisi qoyur onlar. Mən olmasa o bıçağı soxarım, bıçağı mən Eyvallah. Mənim Məzələn. pulum olsaydı, sənə qurban mənim pulum olsaydı və qapı qırılıb mıxlayıblar. Qapı düzəldərdim. Allaha and olsun. 3 dəfə almışam bıçağını əlimə. Gəlirlər. Gəlir, yox, yox. Ha? Gəlir. Nə oldu ki, çıxdı? Dostdakı şeydir. O hələ yoxlayırlar. Qonşunu da apar hələ yoxlayırlar. Günləri hesabda dedi gəlin. O şey, o niyə elə rəng istəyir rəngi? Ha? İçinə, ha? Qan. Nə zay başlayam ona görə. Ha. Paşda hər şey eləyirdi. Nə deyir? Eşitmə. Sən dünya sakit ol, bilmirsən. Bağımız çoxmuş. Millət adam batı, kakos. Tramadol da atmısan da? Yox, metodon atmışam bir dənə. Ha, o da hamısını görsün. Metodon atmışam ki, yəni ağrım olmasın. İstəyirsən mən kakos eləmişəm. Yox, metodon atmışam ki, yəni ağrım olmasın da. Nə oldu? Bir dəfə ilə ağrı olur, ay Yox, gülüm. dedim metodon atın, Hə. 3 gün sonra başım eləməyim də, başa Ay, düşdün. sağ ol. Yəni ki, zödayır metodon saxlayırıq, 3 gün saxlayırıq. Xəstəxanaya gedirsən ki, məsələn, xəstəxanada neysə Yox, vururlar da. metadon da atdı, tramadol da atmısan. Yox, tramadol atmamışam. Bir dənə görsədir də qadın. Yox, tramadol atmamışam. Adi bax da. Yox, metodon atmamışam. Göstərir. Göstərir də. Nəşə eləməmsən, nəşə Nə çəkməmsən. görsədə də mən burada yalan deyim. Bana nəşə çəkməmsən, çəkmir. lirik atmamısan. Qalan hamısını maşallah. Hələ metodon da dayanır. Tramadol da atmısan. Bəlkə yadından çıxıb, yadıma sal görək. Tramadol bəlkə. Sən düzəlmək istəyirsən, vəbşi sağalmaq Ay, istəyirsən. düzəlmək istəmirsən. istəmirəm, Sən- Yoxsa Yox, mən bir sənə nə dedim, yəni- Bir də yox, mən yəni ki, arvadı ilə ağzını küsələrə salım, dilənməyə salım, yəni elə bir şey Yox, eləməmişəm mən da. dilənməyə gezmirəm ona. Yəni ki, Mən və gezmərəm. deyirlər yenə görüblər səni. Bir dəfə getmişəm meçitə. Onda anar müəllim gəldi, orada gördü məni. Kartoflu, soğanlı, yağını cəmənə. Nə var? Məni tanıyırsan. Yox, gözü yox, üzü zad da fikir ver, özünə Hə. gəlib, təzə-təzə. Hə. Cavanlaşmısan? Hə. Hə? Gəlib də Əzrail gəlib. Mənə dedi, dedim ki, dedi kiməm? Dedim tanımıram. Sonra qarşı ki, anar müəlliməm. Hə. Günləri hani dedim, günləri evdə yoxdur. O gedəndə gedim. 10 martdan anar müəllim pul verdi. Mən gizlənmirəm oğlum.
Mən Allahım da bir deyil, bəndən də bir. Onsa Allah'a bir can vurur. Gülü niyə incidirsən bax yenə Aa, arvadı? mən o incitməmişəm əşim. Ha? Düşün də, yəni mən o Kimsə incitməmişəm. deyir, nə bilim, mən Mən deyirəm. yalan deyim. Nə bilim. İncitməmişəm mən onu. Qızları görünüb ki, oğlanlar sırf aparsın. Sən qız Mənə qız apartdı sırfa. Sən gel adam götürürdün, düz deyil. kimi Ha, o qız qız da istifadə eləyən idi, yox sağalmışdı. Yo, eləyir 11 ildir. Və niyə gəlib qoşulursan ona? Ana mən dedim ki, otur sadəcə elə belə mən dedim ki, gəlmisən ki, oturaq bizdə. Da stola araq qoydu. Hə. Mən dururdum stolda. Başa düşdün? Yanındakı qabırı qız qayıtdım mən. Hara durursan, nə daha otur günə. Nə vaxtı 5 ayda 6 ayda görmürsən. 100 qram araqla nə olacaq? Dedim ayaqçı, otdu bir butulka içdik. Nə gizlədim? Bir butulka nəfərə? içdik. Yox, 3 nəfər. 3 nəfər. Dedim bu qayıtdı ki, bu bir qayıtdı ki, azdı. Birini də içdik. Hə, içkili ol. İçkiliydim, içkili momentdə başa düşdünüz, o baş çöndü. Bunlar qətlə atdılar stola. Özümü saxlaya bilmədim də açığı. Yox, yox deyil. Yəni ki, stol hazır pişib mal başa düşdüm, stoldadır. Özümü saxlaya bilmədim. Sonra bunlar vuranda mən özümü saxlaya bilmədim. Bu da qayıtdı bir dəfə yenə heç nə olmayacaq. Başa Sənə düşdüm. bir dəfə də, bir dəfə. Şey elədi. Dedim mən qoluma vurma. Başa düşdüm, qoltuğumun altı mənim təmizdir. Yəni ki, qoltuğumun altına qaldırdım, elə yanındakı qız neçə ilə vuranıdır. Elə o mənim qoltuğumun altına vurdu, şu. Bir dənə də axşam üstü vurduq. Ondan sonra yəni ki, yarım qram, elə bir ki, günorta vurduq, saat arası 3 saat olardı. Bir də axşam üstü vurduq. Elə bir ki, bir qram. Perixodu var idi. Yəni, ölüb ölümdən qayıtmışdım. Maçan özümə gəldi. Həqiqi. Allah başım qalmışdı mən. Sucadı verməyi, eləməyi mənə. Mənim perodoz getdim, yoxsa dilim qatdalandı. Dedim, birdən içkidən mənim dilim qatdalandı. Gördüm, yoxsa istəsəməz özümü belə pis eləyirəm. Sonra gəldim, gizlətmədim də. Dedim, amma mən anara zəng edib deyəcəm ki, yəni budur da, eləmişəm bunu. Bunu da nə gizlədim. Peşmançılıq yarandı həmin vaxt. Amma əlbəttə Düzündür. peşmançılıq yarandı ki, açaq elə gedib gələrdim də 3 gün işə, başımı qatardım. Dedi də anar verir. Yəni ki, Gənəli olasın. heç nə uyudum da, açığı uyudum. Ondan sonra da məcbur oldum, kömək istədim anar müəllimlə. Bir anda getdirirdi. Bir anda vurdum Bir sonra. anda 40 manat götürdü. Deyəmə bilmirəm. Oturdu orada biz düşdük. Lomkası gəlib ki, lomka gəlib ki. Yox, xattım alvırdıq. Hə. Hə? Apardı 30 manat 30 manat atdılar bizə. Ha. Mən atma Xəstə mal verdilər, başa düşün, gəldi o malı vurduq. Vurduq o malı tırxat verdi mənə, Gəldi, titrəmə oturdu verdi mənə, burada, üşütmə kod verdi. verdi. Dedim, abi peçi yandı titriyir. 10 manat aldım, borç verdim ona, getdik. 30 manat atmışlar bizə, bir ki, oğlan var, tanışdı. Bu da mənə zəng elədi ki, dur gəl. Ağ deyib Gedək. ağlamışam, qara deyib. Oy. Oturduq buradan maşını getdik. Getdik həmən oğlanı evdə tutduq. Tutduq yapışdım o deyilən ki, o sən mənə atırsan, sən gətir mən möhür versən, bilməzdim, vurardım onu. Ha, bunun başlayamca bir dənə başqa bir oğlan var. O da qayıtdı ya, iki cahilsən, adam adama möhür verər. Bəlkə mənə bilməzdi, qadın xeylağı da vurardı, heçən coratdı bir dəqiqə dolutma mal açığı. Xəstə mal yayılıb corat. O üçün gətirdik malı, pişirdik. Hala baxdıq qızla vurdu, başını titrəməyə. Dedim, o başım özüm bayra çıxana özüm pis elib. Gəlmə etdim, amma peçi yandı. Kızanı titrəyirəm, uşaq yığdım mən ki, bəs kimlərə dur gəl. Son martda pul götür, dur gəl cinəndə. Dur gəl, uşaq var, o gəlib saraydan, onu da teymalı. Getdi gəldi, olsun, onu vurandan sonra gördüm ki, yox, özümə gəldim də açığı. Bir daha bu 2 gün üstündə düşdüm. Görmədim, təkərə. sənə dedi ki, əgər sən gəl başını ki. Səndən, sözündən, gedəndən Hə, tartaqla. Heç Ha, nə olmadı. indi ayıq həyatı davın gördüm də bir 5 ay, 6-cı aya kimi ayıq qaldım. İndi deyirsən, sıxıldım, ağrıya düşdüm, xəstə mal verdilər, getdim orada atdılar, burada fırlatdılar. Hər şey yaxşı idi. Nə dəyişdi? Buynuzun çıxdı, qanadın çıxdı, nə bilim uçmağı öyrəndin. Qeyri-adi nə baş verdi? Gül kimi ağrısız, acısız çıxmışdın ağrıdan. Yavaş-yavaş başında özünə gəlirdi, düşüncələrin, evdə mama da düzəlirdi. Bax, mama necə idi? Gəldin, gördün də neçə dəfə özünə gəlmişdi, hər şey qaydasındadır. Yəni, bu heç eləmirsən, bu təcrübə olsun sən gələcəyə, belə şeylərdən uzaq ol. Amma qeyri-adi nə baş verdi? Yəni, istifadə neyinədir sənə? Nəsə başı gördün? Doludu sonra, Sumqayıt doludu. Bunları yıxan yoxdayı başladım. Bələ zulüm Allah, bələ zulüm. Nə bilim, hardan gətirirlər, hardan satırlar adam bilir. Cavan qızlar, cavan. Dünən biri ölüb. 36 yaşında. Neynə, indi aparaq qızımızı.
Aparın da Allah canınızı sağ eləsin. Allah razı olsun sizdən. Ya mən bir daha söz deyim. Hə. Əgər ki, Buraxmayacağam ha, qalacaq yanımızda. Qul qalsın bizdə. yox, Ama yox. işleyecek də səni. Bura Yox, əgər gəlməsin. ki, bir sənəcək anam mənim gedməyinə gedirəm, yəni deyir. Üç gün evdə olacaq, üç gün səninlə işdə olacaq. Aha. Əgər gedməyinə var gedirəm, yəni gedim 3 gün orada, 3 gün evdə olacağamsa, gedim səninlə. Bəs olmayacaqsansa, Olmayacağamsa, yəni gedməyim də, deyir, şəhər dışımda gəzək, xırmamda. niyə getmirsən ki? Yox, yəni ki, mən gedim təzdən oturum orada. Sən bilirsən ki, mən yazı yaza bilmirəm. Sırf, Anar- sırf neçə ay işlənilir? 45 gün. 45 gün. 45 gündən sonra nə olur? Elə bir şey gedir, gəlir. Gedir gəlir. Gəlir evə. Sən 45 gün orada sırf işləyəcəksən, qalacaqsan orada. Sonra 3 gün evdə, 3 gün işdə. Yox, hələ istəmirəm. yox. Ha. Ged ama. Yox, hələ istəmirəm, yox. Mən hələ dedim, yalandan anladım. Şimdi kalmırsa narkomanlık hele, mənə zulüm Yox, elə. yəni ki, hələ mən gedim, Ve məsələ mən nə dedim anarla, dedim 3 gün evdə, 3 gün Bu orada. deyir 45 gün. Yo, axı zarafat edirlər səni. Zarafat eləmə, çəkir, neçə min Yo, ailə mən ona baxır. dedim ki, zarafat edirlər səni. Ay qız orada çəkir, millət baxın, üçün yalan danışım mən. Mən özüm dedim, anar müəllimlə danışmışam, 3 gün evə, 3 gün işə. Ana bir sən neyi xoşlayır? Sənin o düzgünçülüyü, Mən də düzgün. fırıldaqlığı Mən xoşlanmır. fırıldaq demirəm. Hadi ya bu da dil ona çəkir ki, ana Ay mənim, gülüm. neçə gün geridirsən. 45 gün sən niyə qalanmırsan ki? Yəni ki, nə var burada? Yo, burada gəl nə edirsən ki? Mən yazdım, oradan Gedəcək gətirdim dükkana, o gələcək. 120 manat borc eləmişim, orada. Ana 50 manat ana. Sən elə bilsən ki, elə Həqiqi. Allah'a and olsun, Kur'an'a and olsun, meleklerden gelip gülü. Allah'a yalvarırım sana, kurban olun günlere. Ha? Məndən al. Hele bir Boş da. Boş da Qur'an yanında olsun. Hiç nesten Şu onda razı. zaman ver, 50 manat bir cəf başı pulunu ver. Bana hiç ne lazım, dövdüğüme içmek istemiyorum. Dişme mavisi Yalan yedik. sən yalan desən. Sana kurban olun. Bazarlıq da edib gələcəm sən. Ha? İndi bazarlıq da edəcəm amma. Yok hiç ne istemiyorum. Yo, yo, yo. Vallahi bir içine Gəlsin de də bundan istemiyorum. canımı qutar, gəlsin mərkəzə. Getirler sizin Allah'ın kömeğiyle. Getdilər yazıq. Allah 50 manat borc. Böyle adamlar eziyet çekiyor. Vallahi ben yere giriyorum. Geç kızım. 50 manat vermişəm Kurban ona. olun sana. Get dincəlsin də yazıq da. Sən də gedib dincəldir. Çox Get, həyatı hoş geldin. xoşdur. Oradan get, buradan qaç, get pul Bunun oldu sən 50 manat Tapanırsan kanal tap. Hadi yanında bir dəqiqə gəldi gəlmədi üstümə də oturup yine bayağına danışdık sen ana baba. Ben de dedim böyle olacak. 3 gün işleyeceğiz, 3 gün evde olacağız. Ana sırıp Ben sırıp istemem. sırayı götürecekler oradan. Hayvancıyım sana. Düzelecek o da. Vallahi düzelecek o da. Dur kızım. Vaxt niyə sən tutumsan, başında Yo sıxılsan? yo yo. Dur. Hələ istəmirəm mən. Yo. Ben nətər narkoman kimi ölməksən? Ay eləmə də ged o. Ay Ben çaylara salma ay baba. Ben ne kadar yedim yıkım götürüm. Sen benim kastımda durursan. Sənə bayaq nətər danışdıq Ben de dedim, oturmuşuq. ben de dedim Ömer Mehmet'e Ana bir mənim ay deyir yok. ki, ana mənim deyir 45 gün. Yaxşı, 43 bir ay eləyərik, bir ay. Bir ay dedim 15 gün elim. Bana göre kesin 15 gün. Ola. Sən indi bana narkotikdə qoymur, imkan vermir. Bu dəqiqə getməyə, qərar verməyə. Ha. Sən gələndən sonra orada rahat olasın. Bana göre sen de Bizdən 15 məndən, gün. bu evdən məndən narazılığım var. Yo yo yo. Əlbəttə ki, nədir bir yerdə ürəyin nə istəyib eləməmişik. Mən hər şey Bax ürəyin nə istəyib, hansı yeməyə, hansı geyim, nə bilim gəzməyə, hara dükan gedmişik, elə hər eyni şey olacaq. Bana göre Hal-hazırda 15 gün prosta evvekinden bu sana narkotik kurban. sənin başında hər şey bölündü. Başınıza dönün. Getmək istəmirsə qalsın da onda. Ben ne diyeyim? Psikoloğa kalın burada. Çırağım dudaklarım bakıyor. 15 gün eləyərkən. Bura Azad Həyat Reabilitasiya Mərkəzidir. Bizim mərkəzdə narkomaniya, alkoqolizm, qumar asılılığı və digər asılılıqdan müalicə almaq olar. 30 ildir istifadəm olub, 3 il, 3 aydır ayıqam. Mən də 35 ildir əziyyət çəkirdim. Bütün ömrümü, günümü, həyatımı kül elədi. Şükürlər olsun Allahın böyüklüyünə ki, bugünkü gündə 2 ildir reabilitasiyadayam, sağalıram. Mənim də 17 il ağır narkotik istifadəm olub. 3 ildir ki, ayıq həyat yaşayıram. Özüm də Azad Həyat Reabilitasiya Mərkəzində müalicə olmuşam. 23 yıl uyuşturucuda istifadem olup hani Azad Hayat'ta gördüm ki gerçekten de sağalma var.
Bu gördüyünüz nəticəmiz 100-dən 1%-dir. Əgər sizin də ətrafınızda, qohumunuzda, yaxınınızda asılılıqdan əziyyət çəkən varsa, buyurun bizə müraciət edə bilərsiniz. 15 günü 2 haftadır Nurhan'la. Oldu anarladım 15 gün. Oldu. Dur Əsas gəlsin. Dur, sən cansan. Dur ana. Dur Gülü, dur gedək. Dur 15 gün. Mən sənin yerində olsam laf... Səhər babalar da burada 15 gün olmasa, Ha. mən o bir ay çəkib gəlmə burada yerdən eləyəcəm Ha, ha. yaxşı, dur Bu ki. mən sənin sözünü Ha, dedim. oldu. Sonra mən demək ki, Ha, ki yox, belədir. yox, O ya sözümü dedim də sən, aç kulaq. Sən gedəcəksən. Sen hatırla. Aç kulağı beş. Oldu 15 Beyin gün. söndü. Aydım abi, mənim orucu da onu. O yer yetimhardan yiyip tapıb gətirəcək. Ayıbı yoktu 15 gün. Bakın bak oldu. Yazıq arvad, nə təhər stres keçsəydi ha. Su ver. Su ver arvada. O şey kubak var ki, versin. Okul değil. Hı? Sunqana mı qız? Ne boyda Orada başladı. kal. Bəlkə. Pardı kız. Yazırdı da gülə ama. Öp də, anavı öp də bir qucaq. Ben dedi de ana 15 gün sen şey eləsin. Ana. Yok dedi de ana ben dedi ki 15 gün ay elə saat 15 gün. Bəlkə gedib 15 gün qalsın, sonra gedək gətirək aparaq. 15 gün evdə qalsın. Yox. 15 gündən sonra aparaq. Yok. İndi. Yok. Fikirləşsinmi? Yok 15 gün Biraz da geçsin, düşsün dibə. kalsın. Biraz da dibə düşsün, biraz da... Yok. Ne lapis güne kalsın. Ha, qoy gör. Yok Sonra gel. sen yazsın. Hadi yolda bir 15 gün verdi, dedi 15 gün kalacak. Alacak şərti keçəydə sənə, yəni ki, xırmanda damla 15 çəkildi. gündən 15 dedim, günə ay Allah. razısan mənə, yəni gedim, razı deyirsən sənə gedim. Açığı da, yəni mən sənə burada 15 nə Getməyib Değil nə də. edəcəksən, yaxşı. Bax, deyirsən razısansa gedim, getməyib nə edəcəksən? Ay, Vallahi getmə. Sən də var var. Vallahi Ya. ben edeceğim, onda sen Ha, gelin. keç bir dənə alma, sıçan dərmanı al, ver bu arvadı öldürdü. Onu da tam Ben de Çaskovya sen gelin bak gelimler Ha, gelin. sən gələ, gəl. Gelin götürün ömrə verin ben sen gelin. Ben de olmaz Ha kızım. sən gələn. Sen gele 15 günde Hadi ana. dersen 15 gün. 15 gün gel benim karısı 15 gün. O tartışma da. Buranı ambası 15 gün. Buranı 15 Ay gelmirəm, dindir. Atarım çık olası Allah. Gel bura, Gülü. Benim onu kim ama? Ay, sən soyana. Dedim gelmirəm. Getmirəm. 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 Ay, qapı dinləm, Allah sözümü öldürərəm. Getmirəm. Getmirəm. Ay, getmirəm. 15 gün. Getmirəm, yetişkin. 15 gün. Yaxşı, otur. Aparat yer. Gəl sakitlə. Gəl sakitlə. 15 gün değil. Aparat yer, sən otur. Elin de beraber. Otur ana, otur. 15 gün de. Allah'ım. Benim 15 gün olmasıyla. Gülü, bir dakika gel bura, sən də sözün var. Özün danışırsan. Gel bura, ürəyim. Gel bura, başı ödür. Mənim ürəyimdir. Gəbrar. Gülə yazır da gülə. Allah'ım. Allah kime şimdi derdimi diyeyim Allah. Vallahi bana sizin elin oğlu. Benim Allah'ım pardon sonra basın. Ağlama, Səbirli, ağlama. Ağlama ne de yüreğin tutarım seni. Allah'ım Allah. Allah Yüreğin sizin tutarım. Gel bakalım nasıl oluyor. Yazır da öyle halime bakma. Yedirler gedir atar. Değil seni. Koyduk takacağım. Yüreğim yandı gedir özü. Gel otur orada. Ana, gedir. Yazır da öyle. Gir. Buranın da 50 atma ve o da bana 50 atma. Sen rahmetine herkes oldu. Gel, ürəyim, gel. 15 Ha bir de çıxışım var, söz danışıram. Yaxşı ben ben. Sənlə danışıram da, söz danışıram da Şey sənlə. orada danışıydı. Ha burada danışıram da sən təkliydin. Sən onu gör mən saxlayırdım. Gel benim Ay, söz kulağıma. deyirəm də sən təklikdə Ha. oturub söz danışmaq istəyirəm səninlə. Ha. Çıxaq biz. Ha. Hə, gəl biz çıxaq. Otur da. Ha oturtum ha. Yüreğim bir an dayandı. Yüreğim yandı sana. Ayaqqabı gene ayağıma şey batar, şüşə zad batar.
Otur. Al. Ne biz istəmirəm. Sən mamanı aç elə, mamanı aç. Gel. Gel ben sana bakayım. Sonra lazım oldu sen çək. Buralarda saxlasın. Allah Allah. Sağ ol. Anar sağ olsun, görürsən gülü. Allah haqqı. Başqa Çox istəyirəm. O mən istəmir, amma mən onu çox istəyirəm. Hə Gülü? Qız çıxıb yollar dayanıb. Hansı qız? sezonu başlayır reabilitasyon. Ya Allah. Keçdik Fadiye. Fadiye. Sən onu bilməzsən ki, bu sənin gizli yollarla gələn tiaqadır, narkotik istəyir. Sonunda səni aparıb ora çıxardacaq. Burada reşotqadır, burada sənə açıq gəlməyəcək istər. Burada sənə açıq gəlməyəcək. Biz burada sağlam mühit, sağlam söhbətlər, narkotik söhbət eləməyik, pis heç bir şey təklif eləməyik. Sənə açıq şəkildə gəlməyik. Bu insanlar gizli formada istək gəlir. Hava ilə gəlir, asosiyativ, havanı görürsən, gəlirsən, başlayıb bu xodlarla tək ki səni buradan çıxartsın. Ananı səni düşmən gözü ilə görsə də, məni düşmən gözü ilə görsə də, Osmanı, Ağa Səlimi, Nigar, çox insan, Naili, sənə düşmən, o şeytandır da, qardaş, girir sənin qəlbivə, sənə kömək istəyən, səni o yoldan datmaq istəyən insanları, səni şeytan, sən necə görsədir, bunlar bir dənə bunları görməyim, bunlar bir dənə danışmasın, bir dənə bunların səsini işləyir, mənim üçün başım götürün. Onu kim eləyir? Şeytan vəsvəsə verir sənə. Tək ki, sən çıxıb təzdən o çirkin əməlləri, o cəhənnəmi yenə yaşayasın. Sağ ol, sən necəsən? Niyə belə elədin, ay gülüm? Hə? Sana da onunla gidersin, tamam kızına gidersin. İnara sən nə dərsən? Maşallah, maşallah. İnara bizim handbol üzrə milli komandanın kapitanıdır, maşallah. Görürsünüz də necə dəyişir. Yaxşı olur. Əla, maşallah, maşallah. Dişləri də düzələcək. Allah Anar müəllimin canını sağ eləsin. Bir də ki, kimdir həkimin, diş həkimin? Aysel xanım. Aysel xanım. Aysel xanım da bizi izləyir, daimi izləyicilərimizdəndir. Təşəkkürümüzü bildiririk ki, dişlərinin tam şəkildə düzəldilməsində əlindən gələn dəstəyi göstərir. Gülüm. Həvəsdən düşmə Gülü. Görsən inanırdı sənə dəstək olacaq yanında. Bax, elə ona motivasiya. Vaxt ikən sən bir onu qarşılamışdın, orada. Və inanır sənə dəstək olacaq, narahat olma. Əlbəttə ki. Düşəcək hər şey qaydası, sıxılma. Onu da qeyd edeyim ki, İnara və İnara kimi bir çox narkomaniyadan əziyyət çəkən qadınlar bu mərkəzdə müalicə alırlar, sağalırlar. Sağlam addım reabilitasiya mərkəzində qadınların müalicə aldığı yerdir. Əllərim biraz elə bir şişdə, çəkilmir də bu. Keçdi. Hı? Keçdi. Daş kimidir. Olsa da o. Orada. Mənə deyir ki, şərait yarat qaçırmaya deyirləniz. Hə, deyirəm ki, mən şərait yaratdım, zəhmət olmuşdur. Bir adı Qaçma, krossu. Hacı başımı qaldır aşağı salma. So. Oldu keçdi. De gəlsin, bir dənə de. Delərdən bir qalır. Deyəsən, çəkmə də olmaz bunun, bu az çəkmə, bu ziyanlı bir şeydir. Olmaz bunun. Bu da aparan, bax budur narkotik aparan yol. Tərcihmisən, çəksin. 2 ildir belə. Tərcihmisən. Sağalan, müalicə alıb keçən insanlar var, reabilitasiyaya keçən insanlar
deyilən tövsiyələrə əməl eləyin. Yəni deyilir ki, getməyin içki məclisinə, oturmayın, köhnə insanlarla, dostlarla dostluq eləməyin, əlaqələri kəsin, deməli kəsmək lazımdır. Nəticə nədir? İçki içən adamlar var, məsələn, insanlar var. Biz o adam deyirik axı qardaş, sənin şuurun altında o həzz var ha. O həzzi heç nə əvəz eləmir. Başa içki əldə adam var, içir. Toyda bayramda. Biz biz o adamlar deyirik. Bizim ağzımıza bir dənə 50 qram dəydi, şupa dəymir, o lovur dedi, dəyməyəcək. Çünki sənin şunun altında oturub, sənin xəstəlik oturub, xitri xəstəlik səni gözləyir. Gördün sıra içən kimi getdin. Ha, içən kimi nə getdim çox. Yəni birdən-birə beynim danışdı ki, sən bu cürə narkotik eləməlisən. İçki məclisində olmaz, oturmaq, o insanlarla başı salamməlik eləmək olmaz. Yəni bir kere yəni başladım, yəni 5 gün içində dalğada başıma yarı vurmağa, yəni ki, dozada, yəni yüngül var da mal vurmadım. Yəni deyim ki, bir dənə çet vurdum, ya 2 dənə çet vurdum, yox. Yəni ancaq bu 5 günə ancaq yarı. Azərbaycanda ilk keçmiş adı bərpa, indiki azad yaşayış özəl psixiatrik klinikası haqqında məlumat vermək istəyirəm. Klinikamızda müasir dərmanlardan istifadə olunur. Həmçinin psixi xəstəliklərin müalicəsinə yönəlmiş müxtəlif növ psixoterapiya da var. O cümlədən psixoaktiv maddələrin qəbul nəticəsində yaranmış psixi pozğunluqların diaqnostikası və müalicəsi göstərilir. Xəstələrimizə kömək etmək üçün psixiatriyada olan ən son yeniliklərdən istifadə edirik. Onu da qeyd edim ki, əməkdar həkim, 45 ildən çox stajı olan elmlər doktoru Ağa Həsən Rəsulov doktorun rəhbərliyi altında psixiatrik klinikada ev şəraitinə yaxın olan ən uyğun şərait yaradılmışdır.